Salam, hər vaxtınız xeyir olsun. Ekspert rəyi efirdədir. Bugün dövrümüzün bəlkə də ən aktual məsələlərindən biri barədə danışacağıq. Uşaq əməyinin istismarı haqqında danışacağıq və mən bugünkü qonaqlarımızı təqdim etmək istəyirəm. Dövlət Əmək Müfəttişliyi Xidmətinin sektor müdiri Fərman Zeynalov. Fərman müəllim, salamlayırıq sizi. Xoş gəlmisiniz. Və klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov. Rövşən müəllim, sizi də salamlayırıq. Çox sağ olun ki, bizə vaxt ayırdınız və güman edirik ki, bu vacib mövzuda söhbətimiz ümumiyyətlə cəmiyyətimiz üçün, ictimaiyyətimiz üçün çox faydalı olacaq. Və istədim Fərman müəllim, elə sizə ilk sualı ünvanlayım. Ümumiyyətlə, uşaq əməyi dedikdə nə başa düşürük və bu hansı hallarda bunu qanunsuz istismar halı kimi xarakterizə etmək olar? İlk öncə bizi izləyən bütün tamaşaçıları salamlayıram. O cümlədən sizi və dəyərli qonağımızı salamlayıb mövzuya keçid eləmək istəyirəm. Bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının ərazisində normativ hüquqi akt olaraq ən yüksək hüquqi qüvvəyə malikdir. Və Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsində qeyd olunmuşdur ki, əmək fərdi və ictimai rifahın əsasıdır və hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə peşə, iş yeri seçmək hüququ vardır. O cümlədən Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 5-ci bəndində və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 249-cu maddəsində qeyd olunmuşdur ki, 15 yaşı tamam olmamış şəxslərlə əmək müqaviləsinin bağlanması yol verilməzdir. Həmçinin nəzərinizə çatdırmaq istəyirəm ki, 15 yaşı tamam olmuş fiziki şəxslərlə əmək müqaviləsi bağlanıla bilər. Lakin 15 yaşından 18 yaşındakı olan uşaqlarla əmək müqaviləsi bağlanılarkən onların valideynlərinin, qəyyumlarının və yaxud da onlara əvəz edən şəxslərdən birinin yazılı razılığı alınmalıdır. Bir belə deyək, amili öyrəndik ki, 15 yaşı tamam olmayana qədər bu qanunsuz istismar hesab ediləcək. Uşaq əməyinin qanunsuz istismarı. İndi keçək digər amillərə. Başqa məsələlər varmı? Yəni, tutaq ki, 15 yaşı olub hər hansı bir vətəndaşın, hər hansı bir şəxsin, amma 18 yaşı tamam olmayıb, tutaq ki, 16 yaşı var və bu şəxs hər hansı bir sahədə çalışırsa, işləyirsə, bunu tam qanuni hesab etmək olarmı və yaxud da hansı nüansları qanunsuz hesab etmək olar? Nələri nəzərə almaq lazımdır? Təbii ki, bunu qanuni hesab etmək olmaz. Nə üçün? Çünki Əmək Məcəlləsində uşaq əməyi ilə bağlı bir çox əlavə maddələr vardır. Yəni, uşaqları onların mənəviyyatına, səhhətinə zərər gətirə biləcək sahədə işlərin görməsindən cəlb etmək, ağır işlərdə işlərin görməsindən cəlb etmək təbii ki, yol verilməzdir. Yeraltı işlərdə işlərin görməsindən cəlb etmək yol verilməzdir. Bundan əlavə gecə saatlarında uşaqları işlərin görməsindən cəlb etmək yol verilməzdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində gecə saatı 22:00-dan gündüz saat 07:00-a qədər müəyyən olunsa da, uşaqlar üçün bu saat 20:00-dan gündüz saat 07:00-dək müəyyən olunmuşdur. Eyni zamanda nəzərinizə çatdırmaq istəyirəm ki, normal Azərbaycan Respublikasında həftəlik iş saatının müddəti gündəlik 8 saat, həftə ərzində 40 saatdan artıq ola bilməz. Lakin uşaqlar üçün 16 yaşadakı uşaqlar üçün bu həftəlik 24 saat maksimum, 16-18 yaşadakı uşaqlar üçün isə həftə ərzində maksimum 36 saatdır. Yəni mövzu genişdir, ətraflı müzakirə etmək mümkündür. Əmək Məcəlləsində sırf uşaqların hüquqları ilə bağlı istər məzuniyyət hüququ olsun, istər işlədikləri iş saatı olsun, istər işlədikləri müəssisələr olsun, çox ayrıcalıq vardır. Burada əslində məsələnin məncə məhz psixoloji tərəfinə mütləq nəzər yetirmək lazımdır. Çünki bəli, biz bu haqda danışırıq, tez-tez uşaq əməyinin istismarı müəyyən hallarda yalnız mümkündür ki, uşaqlar işləsinlər. Amma bilirik ki, dövrümüzdə çalışmaq istəyən uşaqlar, gənclər, yeniyetmələr çoxdur, kifayət qədərdir ki, özləri könüllü şəkildə işləmək istəyirlər, çalışırlar. Bax, bu nədən qaynaqlanır və bu zaman biz, böyüklər, buna necə münasibət bəsləməliyik? Çox təşəkkür edirəm. Dəvət üçün və qonağımızı salamlayıram, sizə salamlayıram, yorulmayaq. Burada əsas məqam odur ki, rəqəmsal bir kimlik formalaşır artıq. Məsələn, sosial platformalardan istifadə edən gənclik, mən uşaqlara da belə deyək, hədəf qrupunda görürəm. Bu gənclik artıq
çalışmaq istəyirlər, öz kimliklərini ifadə etmək istəyirlər. Məsələn, deyək ki, hər hansısa bir yeniyetmə sosial platformada xaricdə bir gəncin uğur hekayəsini izləyir və görür ki, o erkən yaşlarından artıq əmək fəaliyyətinə başlayır. O düşünür ki, niyə də mən olmayım? Çünki bizi nələrisə təhrik edən şey nümunələrdir. Yəni bizə alternativ düşüncələr yaradırsa hər hansısa bir davranış, biz də o davranışı təkrarlamaq istəyirik. Yəni psixologiyada belə bir şey var. İnsan iki halda komforta düşür. Birinci komfortu odur ki, o ümumiyyətlə heç nə etmək istəmir. Məsələn, hər hansı bir uğur hekayəsini dinləyir və ancaq nəticəyə baxır. Düşünür ki, o beyninin dopamin hissəsi ifraz edəndə orada nəticə yox, nəticənin ona verəcəyi gözləntiləri bir zövq kimi qəbul edir. Qazancı görür. Yəni burada bir motivasiyanın illüziyası var. Digəri isə o artıq burada bir əzmkarlıq öyrənir. Bu doğrudur, doğru deyil. Bu təbii ki, şəxsə görə dəyişir, ailəyə görə dəyişir. Ailə var ki, burada ehtiyac var uşağın işləməsinə. Ailə var ki, valideyn istəyir bunu ki, onun övladı, məsələn, mənim bu yaxınlarda bir pasiyentim var idi, yeniyetmə idi. O məsələn həftə sonları bir beynəlxalq brenddə xidmət göstərir. Həm dərslərinə hazırlaşır, həm bunu edir. Mənim üçün çox maraqlı bir persona idi. Çünki valideynləri də bunu çox yaxşı qəbul ediblər ki, zəhmətə alışdırmaq baxımından. Bəli, həm də daha sağlam düşünməz. Məsələn, deyək ki, o həftə sonlarını hər hansısa bir rəqəmsal dünyada boş vaxtlarını keçirəcəyinə, o artıq qazanmağı öyrənsin. Söhbət burada təkcə maddi qazancdan getmir. Həm də mənəvi qazanclardan gedir. Bir xarakterin formalaşmasına şəxsiyyət gedir. olaraq böyüməsi məsələdir. Bəli, bizim ümumiyyətlə məqsədimiz odur ki, biz şəxsiyyətimizi tamamlayaq. Yəni insanın beyninin bütün yaratdığı hər şey öz şəxsiyyətini tamamlamaq bir prosesidir. Yəni biz bu günlərin bu prosesin arxasınca gedirik və bu prosesin içinə artıq süni intellekt, rəqəmsal dünya giribdir. Yəni biz təsəvvürümüzə gətirə bilməyəcəyimiz dünyanı ovucumuzun içinə almışıq artıq. Yəni və beyin elə bir orqandır ki, o çölü görmür. İnformasiya da, hadisə də hər iki halda siqnalı eyni alır. Əgər bu günlərin uşağın psixoloji yaşı böyükdürsə, bioloji yaşından, o əmək fəaliyyətində uğurlu olacaq. Əgər ümumiyyətlə bir insanın bioloji yaşı deyək ki 30-dursa, onun psixoloji yaşı 14-dürsə, onun ümumiyyətlə istər ailə həyatında, istər iş həyatında göstəriciləri uğurlu olmayacaq. Təbii. Əslində burada bir məsələ də var. Və Rövşən müəllim ötəri olaraq buna toxundu. Siz də bir qədər əvvəl qeyd edildiniz ki, Fərman müəllim, uşaqlara heç də bütün işlərdə işləmək olmaz. Müəyyən işlər var ki, onlara fiziki, psixoloji inkişafa mane ola biləcək, zərər verə biləcək işlər var, sahələr var. Bəs bu sahələr konkret olaraq müəyyənləşibmi? Bunu necə müəyyənləşdirmək olar ki, bu iş zərərlidir, bu iş də uşağa olar? Konkret sahələr, bununla bağlı mən bildirə bilərəm ki, Beynəlxalq Əmək Təşkilatının Uşaq əməyinin qorunması ilə konvensiyası var. 1999-cu il tarixli 182 nömrəli konvensiya ki, bu Azərbaycan Respublikasının ərazisində 2004-cü ildə qəbul olunmuşdur. Həmin konvensiyada qeyd olunan punktlar vardır ki, onların hər birinin qarşısının alınması və tədbirlər görülməsi barədə mütəmadi olaraq işlər görülür. Bildirmək istəyirəm ki, orada qeyd olunmuşdur narkotik vasitələrin təbliği, narkotik vasitələrin satışında, silah istehsalı və silahlı münaqişələr zamanı uşaq əməyinin istifadəsi maksimum qısıtlanmalı, müəyyən olmalı və qarşısının alınması üçün maksimum dərəcə tədbirlər görülməlidir. Bundan əvvəl bildirdiyim kimi zərərli sahəyə aid olan nə misal göstərə bilərik? Misal üçün yük daşıma. Uşaqlar əl ilə ağır yüklərin daşınmasına cəlb oluna bilməz. Ağır fiziki işlər olmaz. Bəli, bunların qarşısı alınmalıdır. Alkoqollu içkilər və yaxud da tütün məlumatları, bunların satışı zamanı uşaqların istismar etmək olmaz. Onları cəlb etmək olmaz. Eyni zamanda bayaq bildirdiyim kimi gecə saatlarında uşaqları işə cəlb etmək olmaz. O cümlədən uşaqların ezamiyyətlərə göndərilməsi də 15 yaşından 18 yaş olan uşaqların ezamiyyətlərə göndərilməsi də yol verilməzdir. Burada bir məsələ də var. Məsələn, biz tez-tez, yalnız bizdə deyil, əslində xarici dövlətlərdə də bunu biz görürük. Uşaqlar bəzən küçə ticarətinə cəlb edilirlər, bəzən yollarda, yol kənarlarında müəyyən
salfetlər və s. satırlar və bəzən hətta avtomobillərin şüşəsini təmizləməyə çalışırlar yollarda, hətta öz həyatlarını risk ataraq bəzən. Bax, bu necədir? Bu hallar tənzimlənirmi və bunu biz uşaq əməyinin istismarı, qanunsuz istismarı hesab edə bilərikmi? Təbii ki, biz bunu uşaq əməyinin qanunsuz istismarı hesab edirik və bununla bağlı onsuz da mübarizə davam edir. Mən belə bildirə bilərəm ki, Azərbaycan Respublikasının ərazisində istər polis orqanlarından, istər prokurorluq orqanlarından Dövlət Əmək Müfəttişliyi xidmətinə kifayət qədər bu cürə faktlar araşdırılması üçün göndərilir. Yəni özümüzün araşdırmasına əlavə olaraq həm polis orqanlarından, həm prokurorluq orqanlarından bizə daxil olur. Və biz həqiqətən də müəyyən edərsək ki, 15 yaşına çatmamış uşaqlar bu cürə fəaliyyətə məcbur edirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.8-ci maddəsinə müvafiq olaraq vəzifəli şəxslər 1000 manatdan 1500 manat məbləğdə, hüquqi şəxslər isə 3000 manatdan 5000 manat məbləğində tərəfimizdən cərimə olunurlar. Yəni bu qətiyyən yol verilməzdir. Yəni Mənə bir məsələ maraqlıdır, Rövşən müəllim. Əslində bu məsələnin, bax bu halların psixoloji tərəfi də maraqlıdır. Əslində biz hər birimiz cəmiyyət olaraq da biz tez-tez bu barədə müzakirələr gedir və kütləvi informasiya vasitələrində də bu haqqda danışılır ki, uşaqlar bizim gələcəyimizdir və biz böyüklərin, yetkin şəxslərin ən böyük vəzifələrdən biri də uşaqların yaxşı gələcəyini təmin etməkdir. Yəni onları oxutdurmaqdır, onların sağlam böyüməsinə şərait yaratmaqdır və s. və ilaxır. Bəs bu cür uşaqların bu cür qanunsuz istismarı halları necə baş verir? Bunun psixoloji tərəfi. Yəni biz bilirik ki, bununla bağlı bəziləri deyirlər ki, ehtiyac var, ehtiyac üzündən, amma yalnız ehtiyacdırmı həqiqətənmi bu uşaqları bu cür fiziki əməyinin istismarına vadar edən amil. Yoxsa burada psixoloji məqamlar da var. Yəni o valideynlərin psixoloji portretini cızmaq olarmı? Təbii ki, burada bir neçə məqamlar var. Dediklərimizin hamısında bir həqiqət payı var. Uşaqlar bizim gələcəyimizdir deyəndə ilk olaraq biz bu ifadənin, o bizimin cəmiyyət və dövlət olduğunu anlamalıyıq. Bizim deyəndə bizim valideynlərimiz özünün düşünür. Mən həmişə deyirəm ki, uşaqlar özlərinin gələcəyidir. Yəni biz bir zəhmət onlara mane olmayaq. Bizim işimiz onları sağlam böyütmək, bu cəmiyyətə, bu dövlətə faydalı vətəndaş kimi yetişdirmək. Əlbəttə. Yəni əslində valideynlər özlərini düşünə bilərlər, amma son nəticədə bundan dövlət qazanır. Dövlətimiz də, cəmiyyətimiz də, xalqımız da qazanır ki, sənin təhlükəsizliyin var. Nə qədər çox savadlı insanlar olsa, o dövlət, o ölkə o qədər güclü olur. Təbii ki, burada hər iki tərəf qazanır. Təbii ki, burada maraqların mübadiləsi var. Psixologiyanın sərhədi hüquqa qədərdir. Yəni psixologiyanın da məqsədi hüquqi düşüncənin formalaşmasıdır. Yəni hüquq həm də bir həyat tərzidir. Yəni sən bilirsən ki, sən tək yaşamırsan. Bugün biz övladımızı böyüdürük, deyək ki, təhsil veririk, onun təhlükəsizliyini təmin edirik. Əgər qonşuda hər hansısa bir uşaq əmək istismarına cəlb olunursa, onun orada hüquqları pozulursa, orada şiddətlə qarşılaşırsa, o bizim övladımızın qatil olacaq. Bunu biraz sərt və açıq ifadə edəcəm. Biganə qaldığımız hər şey və hər kəs bizim qarşımıza çıxmasa da övladlarımızın qarşısına çıxacaq. Ona görə biz sağlam gələcək üçün sağlam fikirlər ifadə etmək məcburiyyətindəyik artıq. Burada heç kəs öz qazancı üçün başqalarını, xüsusən də uşaqları qurban verə bilməz. Biz nə olursa olsun psixi sağlamlığımız üçün qarşı tərəflə empatiya qurmalıyıq. Əgər bunu ancaq ehtiyacın üzərinə bağlayıb biz hər şeyi göz yuma bilmərik. Yəni ehtiyac deyib göz yumduğumuz hadisələr orada artıq problemə çevriləcək. Və orada travmalı böyüyən uşaq sabahlarım bir yetkin yaşına çatanda o cəmiyyətdə özünü ifadə edə bilməyəcək. İfadə edə bilməyəndə nə baş verəcək? Özünü idarə etməsi itəcək və başlayacaq bizim də həyatımıza mane olmağa. Yəni biz birlikdə yaşamağa məcburuq. Biz bir-birimizlə bu yaşamağı öyrənməliyik. İnsanın ilk və müqəddəs peşəsi yaşamaq olub, həyatda qalmaq. Biz bu məğzi itirməməliyik. İnsan bilməlidir ki, bunun bir yaşamaq peşəsidirsə, yaşatmaq da onun vəzifəsidir. Biz başqalarını da yaşatmağı öyrənməliyik. Biz
biganə qalıb, ancaq mənim olsun, maddi və mənəvi hər şey qazanclar mənim olsun, inanın mənə o cəmiyyət sağlam ola bilməz. Və bunun üçün biz birlikdə fikir mübadilələr etməliyik, təkliflər etməliyik, bir-birimizi tənqid etməliyik ki, daha sağlam düşüncəni ortaya çıxaraq uşaqlar da onu görsünlər. Əslində məsələnin bu tərəfində demək lazımdır ki, əslində biz haqqında danışdığımız bu məsələlər şükürlər olsun ki, cəmiyyətdə geniş yayılmış hallar deyil. Bəli. İstisnalar olur və Xüsusi hallar. Azərbaycan mentallığında uşaqlara, övladlara xüsusi qayğı, xüsusi onların gələcəyini düşünmək kimi bizim belə deyək, mental dəyərlərimiz var. Düşüncəmizdir. Bu bizim ən yaxşı düşüncələrimizdən biridir. Əksərən Azərbaycan xalqının hər bir üzvü məhz belə düşünür. Amma təbii ki, müəyyən istisnalar var ki, biz onları da aradan qaldırmaq üçün bu barədə də düşünməliyik və mən istərdim ki, məhz elə bu məsələyə toxunduq, maarifləndirmə məsələsində danışaq. Biz bilirik ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, o cümlədən də Dövlət Əmək Müfəttişliyi Xidməti bu sahədə müəyyən işlər aparır və həmçinin də əhalinin, cəmiyyətin maarifləndirilməsi işlərini aparır. Bu haqda istərdim qısa bir məlumat verək danışaq. Təbii ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları mütəmadi olaraq məktəblərdə, internat tipli məktəblərdə təlimlər keçir. İstər müəllim heyətinə, istər orada olan uşaqlara, onların valideynlərinə, istər müstəqil, istər bayaq sadaladığım kimi digər dövlət orqanları ilə, polis orqanları ilə, prokurorluq və digər orqanlarla birlikdə orada uşaqların hüquqları, vəzifələri onlara izah olunur. Əlavə olaraq sosial şəbəkə hesablarımızda, Instagram hesabımız, YouTube, Facebook hesablarımızda daimi olaraq, mütəmadi olaraq videoroliklər hazırlanır, paylaşılır və onların maarifləndirilməsi çərçivəsində hər cür tədbirlər görülür. Əlavə olaraq da buradan bildirmək istəyirəm ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin inzibati binasına yaxınlaşaraq ki, bizim inzibati binamızda qəbul mərkəzimiz vardır. Əmək hüquqları pozulmuş uşaqlar və digər şəxsləri də bura aid etmək istəyirəm. Yaxınlaşaraq bizə ərizə ilə müraciət edə bilərlər. O cümlədən bizim əməkdaşlarımız dost mərkəzlərində əyləşirlər. Onlara da yaxınlaşaraq metodiki köməklik ala bilərlər. O cümlədən orada da ərizə yaza bilərlər. E-sosial mobil tətbiqi vasitəsilə bizə müraciət edə bilərlər. O cümlədən bizim özümüzün elektron internet post adresimiz var. Daha sonra 142 çağrı mərkəzimiz var. Görün, yəni bizə müraciətə nə qədər əlçatan eləmişik ki, vətəndaşlar hər cürə şərait yaradılır ki, kanallar vasitəsilə belə pozulmuş hüquqların bərpası ilə bağlı bizə müraciət eləsinlər. Fərman müəllim, bir məsələ də diqqətimi cəlb elədi. Siz dediniz ki, məktəblərdə, orta məktəblərdə və s. görüşlər keçirilir, təbliğat aparılır. Bəs bu təbliğatın, bu görüşlərin əsas çağırışları nə olur? Yəni bu görüşlər zamanı həmin o uşaqlara hansı fikirlər çatdırılır, hansı məlumatlar verilir? Ümumiyyətlə bildirmək istəyirəm ki, gələcəyə sağlam uşaqların formalaşması üçün biz orada təbii ki, onlara bildiririk ki, zərərli sahələrdə işləmək onlara olmaz. Ən azı onların gələcəyi üçün, sağlam bir fərd olaraq formalaşması üçün. Uşaqlardan əvvəl olaraq biz məktəblərdə davamiyyət məsələsini... Və belə hallar olarsa, uşaqlar tutaq ki, onu bu və ya digər işə məcburi olaraq cəlb etmək istəyənlərlə rastlaşarsa, bu halda nə etməlidir uşaqlar? Dərhal bizə yaxınlaşmalı, məlumat verməli, yəni işin araşdırmasını birbaşa olaraq bizə aidiyyatı üzrə tapşırmalıdır. Belə deyim də, biz kifayət qədər Dövlət Əmək Müfəttişliyi Xidməti olaraq uşaq əməyinin həssas yanaşırıq. Uşaqların ağır və zərərli sahədə fəaliyyətə cəlb edən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 192.9-cu maddəsinə əsasən tədbir görür ki, bu kifayət qədər məbləği böyükdür vəzifəli şəxslər 3000 manatdan 4000 manata qədər, hüquqi şəxslər isə 10000 manatdan 13000 manata qədər məbləğdə cərimə olunurlar ki, onları ağır zərərli fəaliyyətə cəlb etmək səbəblərinə görə. Rövşən müəllim, mən istərdim əməyə cəlb edilən uşaqların istər qanunsuz, istərsə də qanuni şəkildə, belə deyək, uşaq vaxtından işləməyə məcbur qalan uşaqların bunun onların psixologiyasına təsiri haqqında danışaq. Bu, onların şəxsiyyət olaraq formalaşmasına, onların inkişafına necə təsir göstərir və ya hansı hallarda necə təsir göstərir? Əgər əmək fəaliyyətində hansısa təzyiq bir faktor deyilsə, o uşaq o mühitdən çox şey öyrənər. Məsələn, istər həmin mühitdə təhsil alsın, istər hər hansı bir fəaliyyətlə məşğul olsun. Əgər yox, bizim
sizin də dediyiniz kimi orada müəyyən nüanslar varsa və orada hər hansısa bir artıq fiziki və ya psixoloji təzyiq varsa, o uşaq təbii ki, travmalı böyüyəcək və onun mütləq o travma ilə bağlı cəmiyyətə özünü gələcəkdə ifadə etməsi çətinləşəcək. O özünü tapa bilməyəcək. Bizim üçün önəmli olan şəxsin özünü tapmasıdır. Çünki o tapmasa gəlib sənin qapını döyəcək. Yəni biz bu qapının döyülməməsi üçün biz məcburuq ki, cəmiyyət olaraq deyir o məsuliyyət daşının altına əlimizi qoyaq. Bu günlərin dövlət qurumları kifayət qədər əlçatandır. Siz də bunu sadaladınız. İstər sosial platformalar üzərindən, istər real olaraq, yəni çox rahat şəkildə istənilən dövlət qurumu gedib qapısını döyüb, mənim belə bir problemim var. Və görəcəksən ki, Azərbaycan dövləti necə sənin yanına düşüb və sənin yanınca gedir o problemin arxasınca. Belə. Bunu insanlar mütləq dərk etməlidir və elə problemlər var ki, məhz dövlət onun üçündür ki, o problemi həll etsin. Biz problemlə tək qalanda hər kəs özümüzə düşmən görürük. Elə bilirik ki, heç kimin vecinə deyilik və burada nə başlayır? Depressiv hal başlayır, stres faktoru yaranır və təşviş yaranır. Uşaqların əmək fəaliyyətinə ümumiyyətlə cəlb edəndə, deyək ki, bu qanuni formada cəlb edəndə belə, mən tövsiyə edirəm ki, psixodiaqnostik test etsinlər. Onların psixoportretlərini müəyyən etmək üçün mütləq bu diaqnostika aparılmalıdır. Əgər bu günlərim biz hər hansı bir uşağın latent bir psixotik halına məlumatlı deyiliksə, onun hər hansısa bir psixi statusu ilə bağlı bir rəyimiz yoxdursa, orada çox böyük problemlər yarana bilər. Biz hansısa bir, hətta genetik bir xəstəlik tətikləmiş ola bilərik. Rəşən müəllim, bu yerdə mən Azərbaycanda artıq geniş vüsət almış könüllülük hərəkatını da qeyd etmək istəyirəm. Biz bilirik ki, bu könüllülər içində 18 yaşı olmayanlar da kifayət qədər çoxdur və bu həmçinin də Dost Agentliyinin könüllülük proqramı var, Könüllü Dost proqramı və bizim Dost mərkəzlərində də könüllülər, gənclər fəaliyyət göstərirlər, həmçinin də dediyim kimi 18 yaşı olmayanlar da, uşaqlar da var onların arasında və bu onlara əslində çox müsbət təsir göstərir. Onların inkişafına, onların korporativ mühitə uyğunlaşmasına, onların ünsiyyət qabiliyyətinin yüksəlməsinə, onların iş mühitinə uyğunlaşmasına ki, iş necə olur, işləmək nədir, məsuliyyəti hiss etmək. Bax, bu təbii ki, onların şəxsiyyət olaraq inkişafına çox müsbət təsir göstərir. Bax, bu müsbət tərəfidir. Mən istərdim ki, biz danışaq həm də müsbət olmayan aspektlər barədə ki, bax, biz müsbət tərəfi görürük. Var, nümunə var qarşımızda ki, bax, bu istiqamətlərdə asan xidmət mərkəzlərində, dost mərkəzlərində və s. müxtəlif dövlət qurumlarında var bu cür könüllülər. Amma biz həm də mənfi tərəfləri ayırt edib onlara qarşı da bir addım atmaq məsələsini müzakirə etməliyik. Bu halda uşağa mənfi təsirləri necə olur? Yəni, siz bayaq dediniz ki, burada əsas amillərdən biri könüllülük məsələsidir. Yəni, uşaq əgər nəyəsə vadar edilirsə, nəyəsə məcbur edilirsə, təbii ki, buna ilk növbədə psixoloji təsir göstərir. Bax, bunun nəticələri nə ola bilər? Ümumiyyətlə, iki halda psixologiyadır işə keçir. Ya icbaridir, ya könül. Məsələn, bu günlərin könüllülük proqramları böyük bir hərəkatdır. Və bunun iştirakçı olan istənilən bir gəncin bir məqsədi var. Və o məqsədə doğru da o biliklər və təcrübələr qazanmalıdır. Və bu günlərimdə ki, bilirəm ki, seçim turu ilə olur, yüzlərlə, bəzən minlərlə müraciətin içindən seçilirlər və artıq orada onların bir şəxsiyyətlərinə bir söz ifadə əlavə olunur. Sən seçilənsən. Yəni, bunun həqiqətən çox böyük bir zövqü var insanda ki, yəni sən əgər biz ali məktəbə də qəbul olanda özə inam yaranır. Bizdə bir ki, mən bir rəqabətdə özümü sınadım. Yəni artıq şəxsiyyətim özünü ifadə etməyə başlayır. Təbii ki, orada yumşaq bacarıqlar öyrədilir və bu yumşaq bacarıqlar onun ola bilər bəlkə də indi bəzi könüllülər buna biraz biz də bəzən müəllimlərimizə qulaq asanda çox da bəzi şeylərə hərdən fikir verməmişik, amma gələcəkdə görürsən ki,
Desən ki, bu fikir mənə hardansa tanışdır, bunu mənə öyrədiblər. İstər adi yazışma qaydalarının olması, özünü ifadə etmək, təqdimat bacarıqları, liderlik və s. və o gələcək karyerasından onu görəcək. Bunun indi keçək əks tərəfinə. Əks tərəfində məsələ budur ki, bilirsiniz, fürsət bərabərliyi var. Bu bütün cəmiyyətlərdə belədir. Etmək istəyən mütləq ki, o qapını tapıb döyəcək. Fərasət bərabərliyi yoxdur. Belə bir şey yoxdur. Yəni biz əgər öz güvənli olmaq istəyiriksə, mən bunu biz deyəndə özümdə bir saldım o gənclərin içinə. Bilik və bacarığımızı ifadə etməkdən qorxmamalıyıq. Biz məğlub olmaqdan qorxmamalıyıq. Çünki səhv etməkdən qorxmamalıyıq və o səhvlər bizim ən yaxşı müəllimlərimiz olacaqdır. Və bu günlərim gənclər nəyisə boş da görə bilər. Mən həmişə deyirəm ki, əgər bir şey orada boş görürsənsə, niyə gedib onu özün doldurmursan? O boşluğu sən doldura bilərsən. Bəli. Yəni bu günlərdə hər hansı bir sahəyə istiqamətləndirsənsə, mütləq o sahə ilə bağlı aidiyyəti dövlət qurumları var. Gedəcəksən, onun könüllülük proqramlarına girəcəksən və görəcəksən ki, mən doğrudanmı bu sahəyə aidəm yoxsa yox? Yəni bir təbliğatın arxasınca getmə. Getsən belə səhv edəndə də o səhvi etiraf et, sonra dəyişməkdən də qorxma. Ya bu günlərim əgər hər hansı bir gənc tələbə olanda, istər abituriyent olanda, şagird olanda deyək ki, sosial həyatını həm də bu tip proqramlarda görürsə və ya görmürsə, sabahlarım o özünü orada görən, könüllü edən, zamanını ayıran, enerjisini xərcləyən uşaqları da böyüyəndə bir zəhmət qınamasınlar. Çünki ortada bir əziyyət var, yəni əmək var. Əmək həm də əziyyət deməkdir, əmək həm də özünü ifadə deməkdir. Məsələn, bizim sahəmiz var, məsələn, əmək psixologiyası var. Məsələn, orada belə bir məqam var ki, əgər bir insan sevmədiyi və sevmədiyi, amma bacardığı işlədirsə, o orada ancaq maddi maraqlar güdəcək. Əgər bir insan sevdiyi, amma bacarmadığı işlədirsə, o işdə uğur nərdivanını tapa bilməyəcək. Bir insan sevdiyi və bacardığı işlədirsə, istənilən peşədə, o peşədə lider olacaq. Yəni, liderlər doğulmur, liderlər olur. Mühit sənin sevdiyin və bacardığın olmalıdır. Yəni, biz mütləq ki, bu olmalıyıq deyə belə bir düşüncənin arxasına gedə bilmərik. Bu bir düşüncə xətasıdır. Məsələn, psixologiyada belə bir məqam var. Avtomatik düşüncələrin reallığı sorğulanır, yerinə müsbət alternativ düşüncələr qoyulur. Yəni, bir əməliyyat gedir orada. Ondan sonra insan başlayır özünə artıq obyektiv baxmağa. Özünü tənqid edəndə öz güvənini aşağı salmır. Odur, başa düşür ki, özünü tənqid normaldır. Və bunu da bu tip proqramlarda da görür uşaq. Əgər uşaq bu proqramdan bəzən də valideynin niyyəti ilə uzaqlaşır ki, gedib orada nə olacaq ki? Deyirsən ki, əziz insan, sən orada nəsə ola bilməmsiniz, o demək deyil ki, bu da olmayacaq. Yəni, biraz biz bu yanaşmalardan qaçmalıyıq. Uşaqları da bura yönətmək olmaz. Qoyun, uşaq öz seçdiyinin arxasınca geçsin. Televiziyada kimsə görüb, bəyənib, elə olmaq istəyir. Nəyə pisdir ki bunu? Bu çox gözəl bir şeydir. Yəni, bu nümunəni görmək, bu faydanı görmək. Biz hamımız elə olmuşuq, baxmışıq, televiziyada kimsə görmüşük. Şərt deyil ki, o mütləq vəzifəli şəxsi olmalıdır. O çox sadə bir peşənin sahibi olmalıdır. Amma o peşədən o elə uğurlar qazanır ki, sən deyirsən ki, nə gözəl özünü ifadə edir bu. Bəli. Və Fərman müəllim, bir məsələni də istəyirəm qeyd eləyək, danışaq bu haqda da. Biz bilirik ki, əslində bu uşaq əməyinin istismarının ən pis formalarına qarşı bilirik. Onların müəyyən fiziki işlərə vadar edilməsi hallarına qarşı əslində bütün dünyada mübarizə aparılır. Bütün dünyada deməyək də, yəni sivil dünya ölkələrində, sivil ölkələrdə, inkişaf etmiş ölkələrdə və s. Bəs bu halda bunun üçün əlimizdə hər hansı bir alət varmı? Azərbaycan da əslində bu sıradadır deyə bunu mən soruşmaq istəyirəm. Əlimizdə hər hansı bir beynəlxalq qanunlar, beynəlxalq konvensiyalar və s. bu haqda istəyirdim danışaq, məlumat verək. Təbii ki, bayaq qeyd etdiyim kimi uşaq əməyinin ən pis formaları haqqında Beynəlxalq Əmək Təşkilatının 1999-cu il tarixli 182 nömrəli konvensiyası vardır ki, bu beynəlxalq səviyyədə universal ratifikasiya olunmuş
İlk beynəlxalq konvensiyadır. Bu da qeyd olunan məsələyə beynəlxalq səviyyədə nə dərəcədə həssas yanaşıldığını göstərir. Həmçinin həmin konvensiyada Azərbaycan Respublikası təkrarən bildirirəm ki, 2004-cü ildə qoşulmuşdur və orada qeyd olunan maddələrin hər biri Beynəlxalq Əmək Təşkilatı, istər Azərbaycan Respublikası, istər ora üzv olan digər dövlətlər hər biri qarşılıqlı çalışaraq orada olan uşaq əməyinin pozuntusuna qarşı olan tədbirləri görür. İstər bizim vasitəmizlə, istər hüquq mühafizə orqanlarının vasitəsilə, yəni biz daim çalışaraq uşaq əməyinin, uşaqların ağır zərərli sayda çalışmasının qarşısını alması sahəsində tədbirlər görürük. Uşaqları gecə saatlarında cəlb etməməyə qarşı tədbirlər görürük. Onları maarifləndiririk. Maarifləndirmə ilə bağlı bir nüansı uşaqların diqqətinə çatdırmaq istəyirəm ki, həmçinin bu işə götürənlərə də aiddir. 16 yaşındakı uşaqların məzuniyyət hüququ 42 təqvim günüdür. Yəni 42 təqvim gündən aşağı məzuniyyət hüququ vermək olmaz. 16 yaşından 18 yaşındakı uşaqların məzuniyyət hüququ 35 təqvim günüdür. Yəni onların məzuniyyət hüququnu pozularsa, təbii ki, bunun İnzibati Xətalar Məcəlləsi ilə də 192.5-ci maddə ilə pozuntusu var. Artıq iş saatları ilə bağlı bildirmək istəyirəm ki, məsələn, uşaqlar həftə ərzində 16 yaşındakı olan uşaqlar 24 saat, 16-dan 18 yaşındakı olan uşaqlar 36 saat işlədilə bilər. Və bayaq sadaladığım maddələrə əsasən onları artıq saatlar cəlb etmək qadağandır. Hətta əmr verərək belə onları işə çıxara bilməzlər. Çünki birmənalı şəkildə qadağandır. Lakin tərəfimizdən bu pozuntu aşkar olunarsa, bunun da İnzibati Xətalar Məcəlləsində öz maddəsi var. 198.1.5 əmək və istirahət hüququnun pozulması. Qeyd olunan maddəyə də əsasən müəssisənin vəzifəli şəxsləri 500 manatdan 1000 manatadək məbləğdə cərimə olunurlar. Yəni bildirmək istəyirəm ki, uşaqlarla bağlı olan məsələyə işə götürənlər kifayət qədər həssas yanaşsınlar. Həssas yanaşılmadığı təqdirdə bildirmək istəyirəm ki, yəni hər birinin kifayət qədər məsuliyyəti var İnzibati Xətalar Məcəlləsi ilə. Və Fərman müəllim, bir məsələni də istəyirəm sonda ikiniz də bu suala cavab verəsiniz. Bu sonuncu sualıma vaxtımız məhdud qalıb təəssüf ki. Burada əsas məsələ uşaq əməyindən danışarkən, uşaqların müəyyən bir işə cəlb edilməsindən danışarkən, onların təhsil alma imkanlarının da artıq məhdudlaşmasından söhbət gedə bilər. Ki, bu yol verilməzdir. Biz cəmiyyət olaraq da bunu hər birimiz etiraf edirik ki, uşaqlar üçün ilk növbədə təhsil son dərəcə vacibdir. Bəs bu halda bunun qarşısını almaq üçün, uşaqların təhsildən yayılmasının qarşısını almaq üçün hansı təşəbbüslər vacibdir? Biz dövlət olaraq nə edə bilərik bu halda? Biz cəmiyyət olaraq, biz fərd olaraq nə edə bilərik bu halda? Mövzu çox gözəldir. Biz bununla bağlı məktəblərdə də təlimlər keçən zaman istər müəllim heyətinə, istər həmin məktəbin rəhbər heyətinə ən azı bildiririk ki, uşaqların davamiyyəti birmənalı şəkildə tez-tez yoxlanılsın. Yəni qeyd olunan məsələ boş buraxılmasın. Hansı ki, davamiyyətində birmənalı şəkildə pozuntu görülürsə, həmin şəxslərin valideynləri ilə ən azı dəqiqləşdirmək lazımdır ki, heç olmasa məlumatları olsun, valideyn bilirmi ki, övladı dərsə gəlib yoxsa yox. Və yaxud da dərsə gəlməyibsə üzürlü səbəbdəndir, üzürsüz səbəbdəndir. Yəni qeyd olunan məsələlər mütəmadi olaraq bizim tərəfimizdən keçirilən tədbirlərdə, təlimlərdə onlara bildirilir. Əlavə olaraq bildirmək istəyirəm ki, maarifləndirmə tədbirlərini daha da artırmaq olar. İstər videorolik vasitəsilə, istər keçirdiyimiz tədbirlər vasitəsilə. Yəni qeyd olunan məsələ ilə bağlı kifayət qədər nə qədər istəsəz məlumat vermək mümkündür. Çünki biz onsuz da bu məsələnin içindəyik. İstər dediyim kimi uşaqlara, istər onların valideynlərinə qeyd olunan məsələ ilə bağlı ətraflı məlumatlar veririk. Yəni müddətimiz olsaydı mən nə qədər istəsəz bu barədə sizə məlumat verə bilərdim. Rövşən müəllim, siz istərdiniz, sizin də fikrinizi alaq bununla bağlı. Biz hər birimiz, məsələn, həmçinin psixoloji tərəfindən yanaşaq bu məsələyə, nə edə bilərik, nə etməliyik? Valideyn olaraq, qonşu olaraq, cəmiyyətin bir üzvü olaraq, bir fərd olaraq. Biz psixoloji maarifləndirmə fəaliyyətlərini genişləndirməliyik və bundan yorulmamalıyıq, bezməməliyik. Təkrar-təkrar danışmaqdan, təkrar-təkrar fikirlərin ortaya qoyulmasından da qaçmamalıyıq. Bir şey unutmamalıyıq ki, uşaqlar istənilən informasiyanı bilik kimi qəbul edir, yəni nümunə kimi görür. Biz məsələn informasiyanı beynimizdə onu bir istehsalata çevirəndən sonra bunu biliyə çeviririk. Yəni hər hansı bir fikir bu demək deyil ki, bizim beynimizdə bu bilik yaratdı. Və icazə vermək lazımdır ki, beynimiz ümumiyyətlə ağlımızı aldatsın. Uşaqlarda bu birbaşa olduğu üçün uşaqlar istənilən informasiyanın qurbanına çevrilə bilər. Biz istər mütəxəssis olaraq,
istər vəzifəli, istər vəzifəsiz şəxs olaraq biz nə olursa olsun uşaqların hüquqlarını hər yerdə qorumalıyıq. Və burada təbii ki, kütləvi informasiya vasitələrinin üzərinə böyük bir öhdəlik düşür ki, psixoloji maarifləndirmə fəaliyyətində öz resurslarını davamlı şəkildə istifadə etsinlər. Və biz bu günlərim maarifləndirdiyimiz cəmiyyət sabah bizim əlimizdən tutacaq. Biz nə olursa olsun gələcək deyə bir şey düşünürüksə, mütləq ki, orada birinci təhsildir. Nə olursa olsun, ona görə təhsil almalıyıq ki, biz bir-birimizə mane olmayaq, bir-birimizin azadlığımızı əlindən almayaq, bir yerdə yaşamağı öyrənək. Yəni, sevgi ilə yanaşaq, sevgi hər kəsin başa düşdüyü bir dildir. Yəni, biz nə olursa olsun cəmiyyətimizə bu empatiyamızı hər zaman ifadə eləməliyik. Yəni, cəmiyyəti düşünməliyik ki, onu özümüzün taleyimiz kimi düşünməliyik. Çox təşəkkür edirəm Rövşən müəllim, Fərman müəllim, çox sağ olun dəyərli fikirlərinizə görə və yaxşı ki, biz bunu qeyd elədik. Azərbaycanda bu cür məsələlər belə deyək, böyük, ağırlı problem səviyyəsində deyil. Amma onu da etiraf edək ki, cəmiyyətimizdə təəssüf ki, var bu hallar, az da olsa var və biz hər birimiz bir fərd olaraq, bir vətəndaş olaraq hər birimizin borcudur ki, buna qarşı müəyyən fəaliyyət göstərək və mübarizə aparaq. Çox sağ olun, bir daha hər ikinizə təşəkkür edirəm və mən qonaqlarımızı bir daha xatırlatmaq istəyirəm. Bugünkü qonaqlarımız Dövlət Əmək Müfəttişliyi Xidmətinin sektor müdiri Fərman Zeynalov və klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov idi. Bizim ekspert rəyində müzakirəmiz burada yekunlaşır. Sağ olun, sağlıqla qalın.